Deməli silinka açıb qoyduq ora. İndi açırıq. Deməli bu krişkanı. Bu krişkanı da açmalı 3 dənə samorezdir. Onları açmalıyıq. İnşallah açaq onda. Bunları da belə açıb çıxardandan sonra. Deməli buranı qəşəng təmizlədik, paysosladıq. Toz soranlayıb sildik bir tərcih. Yəni ki, baxın içinə zibil tökülməsin. Öz rahatlığımız üçün də təmizliyimizi elədik. İndi başlayırıq bunları sökməyə. Deməli bu şteykerlərin hamısını ayırdıqdan sonra burada ikisini, birini bura alta salırıq, birini bura. Yəni mane olmasın deyən onlar gedir, bunlar getmir. Bunları da qıraq edib bunu fırlatmaq lazımdır ki, açılsın qapaq. Onu fırlatmaq üçün onun öz haçarı olur, bizdə olmadığı üçün. İndi biz köhnə belə bir zubil kimi bir şey götürüb buradan qoyub yavaş-yavaş arxasından vururuq ki, belə də atılır. Misal üçün bunu belə vurduqla bunu fırladıb açırıq.